Bugün size Opel Astra H modelinde kondisionerin filtrinin değişməni göstereceğim size. Deməli, bunun için ilk önce bu bardasokda gösterdiğim yerlerdeki şurupları açmaq lazımdır. Deməli, ilk önce bunları açırıq. Bunun için bize bu başlığı gösterdiğim başlıqda ulduzvari bir başlıqdır. Bununla açmaq lazımdır. Yəni başqa başlıq yaramır. Bunlarla bir şurupları sökürük. Bunları da elə sökmək lazım ki, yəni çox rahatdır. Yəni sökmək elə bir çətin bir proses deyil. Rahatlıqla sökülür. İlk dəfə sökənlər üçün biraz çətinlik ola bilər, amma mən də artıq 3-cü dəfə kondisionerin filtrini dəyişdiyim üçün bu mənim üçün rahatdır. Yəni artıq yeri də rahat boşalıb deyə rahat dəyişmək rahatdır. Ondan sonra bu içəridə gördüyünüz o işıq var, onu yerindən çıxardarıq. Yəni ehtiyatla onu kənara çıxardıb, sonra o arxadan birləşən yeri var, onu yerindən dartdıqda ehtiyatla dartmaq lazım ki, yəni qopmasın. Və çıxartdıqdan sonra bardasoku yəni özümüzə tərəf çəkirik, artıq hazırdır. Yəni bardasoku çıxartdıqdan sonra biz ikinci mərhələ olan kondisionerin filtrinin taxıldığı yerdə olan o plastik maniyəni sökmək lazımdır, plastik qapağı. Və bunun üçün də göstərdiyim üsulda bu başlıqda ölçüdə şurup açan var. Ondan istifadə edib şurupu açırıq. Şurupları açdıktan sonra o plastik kapağı çıxardırıq. Bu plastik kapağın arkasındadır filtre. Bunu ehtiyatla çıxartdıktan sonra köhnə filtri yerindən çıxardırıq. Köhnə filtri yerindən çıxardanda görürük ki, yəni həqiqətən də bu artıq hardasa məndə 2 il qabaq dəyişmişdim. 2 il olar ki, mən filtri dəyişməmişdim. Filtrin vəziyyətinə baxın, yəni əslində imkan olduqca ildə bir dəfə dəyişmək lazımdır bunu, imkan olduqca. İndi məndə keçən baş qarşı oldu, biraz ona görə dəyiş eləyə bilmədim. Və görürsünüz də bu vəziyyətə düşüb artıq yararsızdır. Yəni salonun təmiz hava verməsi üçün bunu dəyişmək lazımdır. Və bu da yeni aldığım filtr. Keçən dəfə aldığım kömürlü filtr deyirlər. Ondan idi, bu amma sadə filtrdir. Məncə elə bir fərqi olmaz bunların. Fərqi varsa yəni bildirə bilərsiniz. Yəni mən bilmirəm, yəni bunun nəsə bir fərqi var yoxsa yox. Sonra göstərilən yerdə biraz çətindir bu filtri yerinə salmaq. Yəni biraz gördüyünüz kimi proses, bunu çıxartmaq daha rahatdır, nəinki yerinə salmaq. Və bunu yerinə bərkitdikdən sonra artıq baxın görürsünüz, bu yerinə taxdıqdan sonra düzdür, biraz çətinlik çəkdim həqiqətən də bu. Belə rahatdır əslində, amma çox bərk vuranda əzilir edir, adam biraz narahat olur. Ondan sonra o qapağı bağlamaq lazımdır yerinə. Yine bayaqki prosesini də ki, tərsini həyata keçiririk. Və budur, qapağı taxdıqdan sonra yerinə şurupları bağlayırıq. Bir şurupları taxıb ondan sonra bardaşoku da yerinə yerləşdirib bununla da prosesi yekunlaşdırmaq olur. Yəni əgər kimsə usta yanına getmədən
özü həll etmək istəyirsə bunu, yəni bu çox çətin bir proses deyil, yəni rahat bir prosesdir. Yəni usta yanı getmədən də özünüz həll edə bilərsiniz.